Abdullah bin Ömer'dan gələn hədisdə radiyallahu anhuma Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, sevsən də, sevməsən də, xoşlasan da, xoşlamasan da eşit, itaət elə. Nə qədər ki, asilik əmr olunmayıb. Əgər asilik əmr olunarsa, eşitmək və itaət etmək yoxdur. Deməli, qardaşlar, bu hədisdə qeyd olunan bir məsələ var ki, Allah Resulü sallallahu aleyhi ve sellem başqa bir hədisində buyurur ki, yəni, xaliqə asilikdə, məxluqa itaət yoxdur. Amma və innəmə ta'atu bil ma'ruf. Amma yaxşı işlərdə isə nədir? İtaət var. Eşidib itaət etmək var. Yəni, bəzi insanlar, bəzi tayfalar bu hədisi götürüb deyirlər ki, deməli, əgər rəhbərdə hər hansısa bir, yəni o asiliyi əmr eləyərsə və hər hansısa bir onun asilik hasil olarsa, deməli, nihaiyyən, yəni tamamilə ondan nədir? Eşidib itaət etmək nədir? Ona eşidib itaət etmək olmaz. Təbii ki, bu yanlış fikirdir, xəta fikirdir. Çünki Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu ki, yəni o məsələdə yəni eşidib itaət etmək yoxdur. O məsələyə itaət edilir. Amma digər məsələlərdə isə, digər yerdə qalan məsələlərdə isə nədir? İnnəmə ta'atu bil ma'ruf. Yəni itaət isə ancaq yaxşı şeylərdədir. Digər qalan məsələlərdə isə nədir? Eşidib itaət edirsə. Aydındır? Və ona görə də bəzi insanların yəni rəhbərlərə qarşı çıxmağının səbəblərindən bir də yəni, bu hədisi düzgün başa düşməmələri nədir? Olmuşdur. Lakin hər bir dəllə, Quran və sünnədən olan hər bir dəllə əlbəttə ki, insan sələfin fəhmi ilə yanaşmalıdır. Sünnə əhlinin fəhmi ilə yanaşmalıdır ki, görəsən bu məsələdə yəni alimlər nə deyir və yaxud da hədisin digər tərəfə bizə nəyi bildirir? Aydındır? Yəni hədisin bir tərəfini götürüb o birisi tərəfini tərk etmək əlbəttə ki, bu insanın yəni öz nəfsi istəyinə tabe olmasıdır, öz havası ilə nədir? Oturub durmasıdır. Və bu qayda, əziz qardaşlar, bizə onu göstərir ki, və bundan sonra da qayda olacaq, biz buna gələn dərslərə keçsək inşallah. Yəni o birisi qaydada inşallah gələcək ki, yəni rəhbərlərə qarşı üsyan etməmək qaydası olacaq inşallah. Yəni bu qayda isə biz onu göstərir ki, rəhbərlərə eşidib itaət etmək. Bu da bilirik ki, əhl-i sünnənin etiqad məsələlərindəndir, usul məsələlərindəndir. Hansı ki, bu məsələ, yəni rəhbərlərə eşidib itaət etmək məsələsi əqidə kitablarında keçən məsələlərdən biridir. Lakin xavariclərə, mu'təzilələrə xilaf isə onlar isə əksinə nədir? Yəni ümumiyyətlə indi rəhbərlərə eşidib itaət etməyi görmürlər və digər bidət tayfalar da həmçinin onların misində olanlar. Lakin əhl-i sünnə vəl cəmaət əhli, birlik əhli, sünnə əhli isə bunu dindən görürlər.